Hər vaxtınız xeyir, hardan başlamalı efirdədir. Bugünkü qonağım endokrinoloq Fərhad Burcu olacaq. Doktor, xoş gəlmisiniz. Xoş gəldiniz İrfan bəy. 14 noyabr Dünya Diabet günüdür. Elə ona görə də istədik ki, sizinlə həmsöhbət olaq. Bir insan düşünək, artıq bir neçə ildir ki, diabetdir, amma hələ də xəbəri yoxdur. Mümkündürmü bu? Əslində insanlıq tarixində diabet statistikasını araşdıranda görürsən ki, adətən bütün inkişaf etmiş ölkələrdə belə mövcud statistika, real statistika ilə həqiqi statistika arasında 2 qata yaxın fərq var. Yəni təsəvvür edin ki, 500 minlik bir diabetli bir ölkədə o deməkdir ki, 1 milyona yaxın bir diabetli var. İlk öncə əslində bir təşəkkür olaraq bir fikir demək istəyirdim. 14 noyabr əslində insulin kəşfi ilə olan bir tarixdir. Bunu ilk dəfə olaraq 1922-ci ildə Frederick Banting və Charles Bates insulini kəşf etdiklərinə görə, çünki o vaxta qədər insanlar şəkərli diabetlər ölürdülər və insulin kəşfi ilə əlaqədar olan bir dövrdür. Təbii ki, bütün diabetlərin yer kürəsində milyonlarla diabetli var ki, bu diabetlərin həyatı borcu bilavasitə onların bu kəşfinə görədir. İlk təşəkkürümüz ona olsun və sualımıza keçid etdikdə bilməyimiz lazımdır ki, diabet yalnız ağırlaşmaları ilə təyin olunan bir xəstəlikdir. İlk dövrü və ilk başlama prodromal dövr dediyimiz o dövrdə çox da təyin edilə bilməyən bir xəstəlikdir. Yaxşı, bəs diabet qorxuludurmu? Biz uşaqlarında bir dənə cizgi filmi var idi. Rus cizgi filmi idi. Pesiyada bir dənə oğlan var idi və onların yaşadıqları yerə bir əjdaha gəlmişdi və əjdahanın adı Boysa Boy idi. Səhv eləmirəmsə Petiya idi adı elə. O Petiya o əjdahanın üstünə gedir və ona dayanmadan bağırır üstünə ki, mən səndən qorxmuram. Hər dəfə qorxmuram dedikcə əjdaha kiçilirdi və ən axırda o bir sərçəyə dönüb uçub getdi. Yəni əslində diabet belə bir xəstəlikdir. Sən onunla qorxmadan, alnı açıq şəkildə, üzərinə gedərəkdən, qaydalara uyğun şəkildə hərəkət etdiyin zaman təbii ki, diabet kontrol alınan bir xəstəlikdir. Bir çox hallarda isə həyat tərzidir. Bu həyat tərzi insanların bir çox həyat vasitələrinə, yaşamına dəlalət edir. Çünki, məsələn, bir orqanın onkoloji xəstəliyi ola bilər. Təbii ki, olmaması lazımdır. Amma diabet isə bütün orqanizmin, sistemlərin xəstəliyidir. Və diabet bilavasitə kardiovaskulyar, ürək-qan dövranı, bilavasitə onkoloji və bir çox, hətta yadınızdadsa Coviddə insanlar daha çox diabetlilər öldülər. Covid diabetlilər üçün bir soyqırım idi əslində. Və diabetlilər kontrollarını həyata keçirdikləri zaman, məsələn, bir yaxın dostum vardı, diabetli idi, o deyirlər, mahir zətdə olmaz qaydası ilə yaşayırdı. Apendisit əməliyyatı oldu, haradasa 5 ilə yaxın apendisitin sağalmasını gözlədik. O sağalmırdı, irinləyirdi, sağalmırdı. Çünki şəkərlər o apendisitə qədər kontrolda olmamışdı deyə peritonitdə formalaşdı, hər şey kontrolsuz oldu. İdarə etmək baxmayaq ki, çox gənc bir xəstə idi. Yəni, mövzu budur ki, diabet kontrol altında olduğu zaman heç bir şəkildə qorxulu deyil. Və ya siz onu buraxdığınız zaman, kontroldan buraxdığınız zaman o çox qorxulu bir xəstəliyə çevrilə bilər. Diabetin əlamətləri nədir və nə zaman həkimə müraciət olunmalıdır? Qanda şəkərin yüksəkliyi diabet adlanır. İnsanlar bir də bilsinlər ki, bir də şəkərsiz diabet var. Hansı ki, şəkərlə əlaqədar olmayan, söhbət çox sidiyə getmək və hipofiz vəzlə əlaqədar olan bir diabetdir. Bu ayrı bir şeydir. Şəkərli diabet qanda şəkərin normadan yüksək olması ilə əlaqədar olan karbohidrat mübadilə pozğunluğudur. Yəni, bədəndə şəkərlərin mənimsənilmə qabiliyyətinin pozulmasıdır. Şəkərin qalxmasının səbəbi hüceyrələrin daha çox şəkər yeməsidir. Yəni, hüceyrələr yemədiklərinə görə, yeyə bilmədiklərinə görə insulin adlı bir açarın hüceyrə qapısını ora sala bilmədiyinə görə, bəzi hallarda tip 1 deyirik, hansı ki, o insulin hüceyrəsi açarı yoxdur, o daha az gənclərin diabetidir. Bəzi hallarda isə insulin qapı ilə həssasiyyəti itiribdir. Bəzi nəzəriyyəçilər deyirlər ki, insulində olan defektdir, amma ümum görüşə əsasən hüceyrə zarının insulinə
qarşı olan həssasiyyətin itməsi. Təsəvvür edirsiniz, milyonlarla hüceyrəmiz var. Hər birisi biraz şəkər yemədiyinə görə qanda şəkərin miqdarı artır. Və bu da bizdə ağırlaşmalar meydana gətirə bilir. Ona görə də bir qədər əvvəl dediyiniz kimi bu sistem problemidir. Bəli, bütün orqanlar sisteminin problemidir və biz bilmirik ki, bu ağırlaşma birinci olaraq harda əmələ gələcək? Gözdəmi olacaq, qaraciyərdəmi olacaq, böyrəkdəmi olacaq, beyindəmi olacaq, yoxsa torqişadamı olacaq? Hər kəs bir spesifik bir fərddir. Eyni ailənin iki əkiz övladında belə diabet olduğu zaman eyni ağırlaşma olmaya bilir. Və biz ona görə də diabeti profilaktik olaraq təqib etdiyimiz bir xəstəlikdir. Bilirsiniz, bəzi xəstəliklər var ki, biz onları ancaq profilaktik eləyirik. Məsələn, quduzluq. Quduzluq xəstəliyini yoxluqdan öləcəksən. Bu adnaznak bir mənalı olaraq o şəkildədir. Diabet o qədər ölümcül olmasa da ağırlaşdıran, möhtac eləyən bir xəstəlikdir. Yəni bəzi hallarda biz məsəl üçün düşünürük ki, yəni onkoloji xəstəlik daha qorxuludur, amma məncə diabet daha qorxuludur. Çünki möhtac eləyir, əlil eləyir, orqanları itirir və s. və bundan sonra da insanlar həyatlarını itirirlər. Doktor, siz bir nümunə çəkdiniz, əkizlərin müqayisəsini apardınız. Mən istədim burada diabetin irsi məsələsinə toxunaq. Genetikdirmi, yoxsa bu yaşam tərzindən yaranan bir problemdir? Əslində tip 1 diabet, yəni insulinin olmamağı, yəni mədaltı vəzin, beta hüceyrələrinin insulin buraxa bilməməyi çox da irsi bir xəstəlik olaraq sayılmaz əslində. Çünki bir anlıq hər hansı bir, bəzən infeksiyada deyilir, bəzən autoimmün proseslərlə deyilir və qısa bir müddətə insulin rezervinin bitməsi ilə əlaqədar olan bir problemdir. Amma tip 2 diabet yerdə qalan, yəni bütün diabetlərin 90%-ə yaxını bu xəstəliklə yoluxubdur. Daha çox genetik bir problemdir, yəni genetik meyllənmə vardır. Bir də insulini qeyd eləmişkən, son dövrlər belə bir məşhur ifadə yaranıb, insulin dirənci. Nədir bu insulin dirənci və nədən yaranır? Karbohidrat, bilirsiniz, orqanizmdə 3 əsas mübadilə var. Zülal, yağ, karbohidrat mübadiləsi. Hüceyrələrimiz əsasən şəkər yeyirlər. Yəni qida maddələri, necə ki bir avtomobil ancaq benzin qəbul edir, benzin istifadə edir xammal olaraq, hüceyrələrimiz də ancaq şəkər istifadə edirlər. Və hüceyrələrimiz şəkər istifadə etdikləri zaman bu hüceyrələr şəkəri qəbul edə bilmirlər və oluna bilməyən şəkər orqanizmdə artıqlıq yaradaraqdan hüceyrənin vacib olan qılcaq damarlarını tutur. Və bunun da nəticəsində buna uyğun ağırlaşmalar meydana çıxır. İnfarktlar, insultlar və s. və orqan itirmələri. Bu həqiqi aşkar diabetdir. Amma əzizim, karbohidrat mübadilə pozğunluğu birdən-birə diabet olmur. Diabet olana qədər keçdiyi bir yol var. İnsulinə qarşı həssaslığın pozulması, arıcılıq qlukoz toleransı, qlukoz intoleransı, insulin rezistentliyi, metabolik sindrom, prediabet və aşikar diabet. Yəni əslində prediabet və aşikar diabetin arasında bir gizli diabet dövrü də olur. Yəni diabetlidir amma bilmir, ancaq acılıq şəkər yoxladır, ona görə təyin edə bilmir. Ona görə bu karbohidrat mübadiləsi pozğunluğunun son dayanacağı və geri dönməyən olanı şəkərli diabet xəstəliyidir. Ümumiyyətlə xəstəlik, insulin rezistentliyi xəstəlik deyil, bir diaqnoz deyil, bir kliniki haldır. Şəkərli diabet isə bir xəstəlikdir. Hansı ki, bu artıq geri dönmür və müalicə olunmalıdır. Və müalicə olunması üçün bu və ya digər vəziyyəti düzənləmək üçün pozulmuş bir düzəni necə deyərlər, korreksiya eləmək üçün müalicələr həyata keçirilməlidir. İnsulin dirənci problemi yaşayan insanlarda çox artıq çəkili insanlardır, yoxsa bu çəkisi normal olanlarda da yaşana bilər? Nadir hallarda, çox az olaraq, yəni az çəkili insanlarda da müşahidə oluna bilir. Qeyd olunur ki, əslində insulin rezistentliyi son illərdə biraz aşırı şəkər istifadə edən insanlarda da daha çox rast olunmaqdadır, rast gəlinir. Və eyni zamanda qeyri-orqanik aşırı miqdarda, həddən artıq şəkər istifadəsi də bilavasitə insulin dirəncinə səbəb olur. Stresin də bir təsiri var.
Ümumiyyətlə belə müşahidə elədikdə, məsəl üçün, diabet ən çox dünyada, məsəl üçün, Amerika Birləşmiş Ştatlarında rastlanan ölkələrindən birisidir. Hindistanda da daha çox rastlanır və elə bir ölkələrdir ki, orada da şəkər istehlakı həddən artıq çoxdur. Bu arada doktor, bu fast food yeməklərinin həmin o dediyimiz diabeti aparan yolda rolü nə qədərdir? Əslində əhəmiyyəti var, əhəmiyyəti böyükdür. Yəni çünki qeyri-orqanik olaraq yetişdirilmiş qidalar və s. Karbohidrat dəyəri daha üstündür. Amma bu demək deyil ki, biz evdə fast food deyil də evdə aşırı miqdarda xəngəllər yesək, halvalar yesək, ev xəngəlləri və ya ev halvaları biz karbohidrat mübadilemiz pozulmayacaq. Bayaq dediyim genetik və yaşam tərzi. O yaşam tərzi dediyimiz məsələnin içərisində bizim qidalanmamız daha vacib rol oynayır deməli. Bəli, qidalanma ən vacib faktorlardan birisidir. Amma sizin sadaladığınız qidalara, yeməklərə baxırıq, demək olar ki, bizim mətbəximizdə ən öndə olan, ən çox demək olar istifadə olunan yeməklərdir. Yəni 100 il əvvəl, 200 il əvvəl, 300 il əvvəl bizim babalarımız, nənələrimiz də eyni problemi yaşayıblar ki, biz də demək olar ki, eyni problemlə üzrəyik. Yoxsa əvvəl bu məsələ olmayıb, insanlar fərqinə varmayıblar? Ölkəmizdə şəkər istehlakı, insanların şəkər istifadəsi 95-ci ilin statistikasına səhv etmirəmsə 8 qram idi ya nə qədər idisə, hal-hazırda 40 qram üzərindədir. Adam başına şəkər istifadəsi 5 qatdan çox artıbdır. Bu təkcə bizim mətbəximizə görədirmi, yoxsa? Mətbəximizə giribdir, bəli. Biz məsəl üçün müqayisə etsək toylarımızı, müqayisə etsək məclislərimizi, yəni 30 il bundan qabaq biz bu qədər, bizim cəmiyyət bu qədər şəkər istifadə eləmirdi. Bura biz o zaman qazlı və qazsız içkiləri də nümunə çəkə bilərik. Bəli, hamısı bütün şəkərli içkilər. Şirniyyatlara da nümunə çəkə Hamısı, bilərik. bəli. Biz tort yediyimiz zaman ildə 2 dəfə və ya 3 dəfə tort yerdik, amma indi hər həftənin bir neçə günü evdə mesaj gəlir ki, evə gələndə filan yerdən filan şeydə alginan. Yəni biz onu bəzən nadir yerdik. Amma bizim standart yeməyimiz var. Bizim toylar oynama yeri idi. Mən indi Bakılıyam, mənim yadımdadır. Toy demək oynama yeri deməkdir. İnsanlar gəlir, bir-iki çeşid yeməyin yeyir, yemək yığışdırırlar və insanlar toyxanada oynayırlar. Kişilər ayrı, qadınlar da ayrı. Və burada yəni saatlarla insanlar oynayırdılar və sarı və axır. Amma indi bizim toylarımız yeyib içmək yeridir. Çeşidli, keyfiyyətli mi sual işarəsi altında, çox kalorili. Təbii ki, bu da diabetə gətirib çıxarda biləcək ana faktorlardandır. Ölkədə bu qədər kafe shoplar yox idi. Onu qeyd eləmək istəyirdim. Son vaxtlar həm şirniyyat mağazaları, həm də kofe shopların sayı xeyli artıb. Bu bizim sağlamlığımıza necə təsir edir? Qəhvə istifadəsi bir asıllıqdır. Bir siqaret asıllığı qədər, bir digər asıllıqlar qədər bir asıllıqdır və xəstəlik yaradır. Bir insanın sutkalıqda bir fincan qəhvədən artıq istifadə etməsi gələcəkdə kafein asıllığı yaradır ki, bu da dəridə tutmuş, sümükdə tutmuş, bir çox damar patologiyalarında çox vacib rol var. Amma insanlar bu dəqiqə kofe shoplarda yaşayırlar. Yəni ölkədə bəlkə də 3, 5, 10 dənə qəhvəxana var idi. İndi bəlkə də minlərlə, bəlkə də 10 minlərləndir və bu da sürətlə açılır və gənclər bir trend olaraq qəhvə satılan və içilən yerlərdə toplanır. Təbii ki, orada istifadə olunan ingrediyentlər, oradakı südlər, oradakı qaymaqlar, oradakı olan şəkərlər hamısı orqanizm üçün çox da yararlı deyildir. Hətta nəzərə alsaq ki, həmin kofellərin yanında onların desertləri, şirniyyatları da var. Bəli. Bunlar da çox ciddi təsir. Biz axı desert sevən xalqıq. Yəni biz pasientlər bəzən gəlir, məsəl üçün deyirsən ki, su içirsinizmi? Çünki bir eyni zamanda su içməyən bir xalqıq hər zamanda. Eyni zamanda, yəni onlar pasientlər deyirlər ki, yox, çay içirəm mən. Və biraz da söhbətdə bəlli olur ki, əslində bizim pasientimiz çay içmir. Çayın yanındakı aksesuarları yemək hesabına o çay içməyə çalışır. Şirniyyatlar, konfetlər. Bəli, o şirniyyatı necə deyirlər, ram eləmək üçün o çay istifadə edir. Yəni biz əslində bizim coğrafiyada su içən insanlar nadir tapılır. Ki onlar gündə 2 litr, 3 litr su içsin. 20 il əvvələ, 30 il əvvələ nəzər salsaq, bizim şokoladlara, şirniyyatlara əl çatanlığımız bu qədər deyildi. Siz bir qədər əvvəl məsələn tortu qeyd elədiniz ki, doğum günlərində və yaxud da ki, yeni il bayramında bu daha çox istifadə olunardı. İldə 2 və yaxud da ki, 3 dəfə təsadüf edərdi. Amma bugün biz məsələn tortu bir kənara qoysaq, konfetlərlə bağlı məsələyə toxunaq.
şirniyyatlarla bağlı məsələlərə toxunaq, şokoladlarla bağlı məsələlərə toxunaq. Hələ mən demirəm ki, onların keyfiyyəti necədir. Ən keyfiyyətli məhsulların belə çox istifadəsi bu gün bizi diabetlə üz-üzə qoyan, necə deyirlər, qucaq açırıq diabetə. Bununla bağlı pasientlərə söhbət edəndə reaksiyalar necə olur? İnsanlar əslində bilirsiniz, şokolad məfhumu dəyişibdir cəmiyyətdə. Həqiqi şokolad və həqiqi şokoladın dadı fərqlidir. Hal-hazırda müasir dövrdəki şokoladların o qədər qatışıqları, o qədər inqridiyentləri var ki, insanlar əslində o şokoladın dadını yox, o şokoladın içində olan araxisi, fındığı, südü və o qarışımlardan ləzzət almaq üçün istifadə edir. Həqiqi şokolad dediyimiz 70-90 dərəcəlik və biraz acılığı olan, biraz daha necə deyərlər, fərqli dada məxsus olan bir qida vasitəsidir. Təbii ki, bunu istifadə etdiyimiz zaman hissəvi şəkildə, yəni yenə də bizim uşaqlığımızda, indiki gənclər çox da sevmirlər bizim gənclik dövrdə olan məsələləri, onlara biz də zamanında sevmirdik. Biz də sevmirdik. Stat gətirməyi az qalsa etiraz edirlər hər zaman. Yəni həqiqi şokoladı biz bir dəfə bir plitka deyirik necəsə, onu qırıb ailə boyunca paylaşardıq və bəlkə də bir neçə gün yeyərdik. Və hər kəs bir balaca bir kubikini yeyərdi. Onun indi deyil ki, hər kəs bir dəfə bir neçə dənə plitka şokolad yeyə biləcək durumdadır və o qidanın, bilirsiniz, var ağızdadır, var ağıldadır. Elə bir dövrə gəlmişik ki, hər şey var, amma qidalanmamız ağız dadı ilə olduğu zaman xəstə olacağıq. Ağıl dadı ilə qidalansaq, əslində diabetlilər də, diabetli olmayanlar da daha sağlam olacaqlar. Ağıl dadı deyiriksə, o zaman biz həyatımızdan süni şəkəri kənarlaşdırmalıyıq. Daha sağlam qidalanacağıq, süni şəkərlər yeməyəcəyik, daha çox alternativ tərəvəzlər və qidalar istifadə. Bizim məsəl üçün pasientlər var, məsələn çay pendirlə içirdik. Çox əlaçıq pasientlərimiz var. Biz əslində cəmiyyətdə son illərdə ancaq biz tənqid və neqativ şeyləri aşılayırıq, amma bizim çox yaxşı pasientlərimiz var da, yəni necə deyək, bəzən kommunist kimi deyirik də belə, düz xəstələr. 3 aylıq şəkəri 5-in üstünə qalxmır, 5.5-dir. Adam çay pendirlə içir. Bir dəfə əslində bir sınaqladım, bir prob elədim, gedir, yəni pisdir. Baxın, biz süni şəkəri çıxarmaq deyirik. Əgər biz həyatımızdan süni şəkəri çıxarsaq, bugün normalda həyatımızda olan nələrdən məhrum olmalıyıq, nələri kənara qoymalıyıq? Mən istərdim bir sadalayaq. Süni şəkər həyatımıza niyə girib? Süni şəkər ona görə həyatımıza girib ki, bizim bədənimizdə insulin rezistentliyi var və bu bir çox insanlar, yəni bir şey düşünün ki, bu dəqiqə ölkəmizdə rəsmi statistika 420 min diabetli var. Qeyri-rəsmi statistika buna qədərdir? 1 milyona yaxın diabetlidən söhbət gedir. Yaxşı, bəs nə qədər insan diabetli deyil, insulin rezistentliklidir? Hər halda bunun 2 qata yaxını. Böyük rəqəmdir. Və biz şirniyyata özümüzü o qədər bağlamışıq ki, və biz elə bilirik ki, o bizi yaxşı eləyir. Biz bir müddət ərzində şirniyyatı kənarlaşdırsaq, biz onsuz yaşaya biləcəyimizi biləcəyik. Anlayacağıq ki, biz əslində çox da şirniyyata ehtiyacımız yoxdur. Baxın, doktor, əslində bu şirniyyatlardır, konfetlərdir, şokoladlardır, rəngli içkilərdir. Bunlar əslində məsələnin asan tərəfidir. Biz onları həyatımızdan bir kənara çəkdik. Amma bəzən də elə qidalar olur ki, biz onun tərkibinə baxmırıq, amma onun tərkibində də süni şəkər var və heç də az deyil. Bəli. Marketdən alırıq, evə gəlirik. Siz dediyiniz bir çox, məsələn, qidalara biz deyə bilərik. İnsanlar bəzən fikirləşirlər ki, süni şəkər ancaq şirin məhsulların tərkibində var, amma şirin olmayan digər məhsulların da tərkibində var. Hətta inandırım sizi, turşuların, yəni o hazır turşuların, ondan sonra bir çox marinovun olan, konservaların və bir çox qidaların tərkibində süni şəkərlər var və istədiyin qədər, hətta istəmədiyimiz qədərdir. Bəs yaxşı, siz bunları izah edirsiniz pasientləriniz. Onlar sizə bu sualı vermirlərmi ki, doktor, biz onda nə yeyək? Əslində qidalanma, biz institutda oxuyanda 95-ci ildə Tibb Universitetinə girdik, düşünürdük ki, 2000-ci illərdə çox ciddi kalori problemi olacaq. Əslində kalori problemi olmadı. Müasir dövrdə vitamin, mineral problemi ilə üz-üzəyik. İnsanlar həddən artıq kalori əlçatandır. Şəkər həddən artıq əlçatandır. Yəni geni dəyişdirilmiş qidalar həddən artıq əlçatandır. Bizə maraqlı olan, vacib olan məsələlər zülali problemlərdir. Daha çox tərəvəzlər, lifli qidalar, bizim cəmiyyət lifli qida yeməyən bir cəmiyyətə çevrilibdir.
Yəni məsələn deyirsən ki, tərəvəzlər istifadə edirsən, deyirəm meyvə yeyirəm. Deyirəm yox, tərəvəz olduğunu nə olur? İnsanlar tərəvəz deyəndə yalnız meyvəni bilirlər. Onlar kələm, kök, çuğundur. İnsanlar kök yemirlər müasir dövrdə. Çuğundur heç yemirlər. Yalnız borşun içindəki olan qaynamış, yəni nə hala qalmış. Salatlarda da var. Salatlarda nadir, nə qədər. Amma biz bir çox mineralları, vitaminləri ehtiyacımız onlara yaranır. Heç kim demir ki, məsəl üçün biz deyirik ki, çuğundur suyu içə bilərsiniz. Təbii ki, 100 ml qədər falan filan. İnsanlar düşünürlər ki, balla çay içmək daha yaxşıdır, nəinki çuğundur su içmək. Əslində ikisi də eyni qədər şəkərlidir, amma bal daha çox şəkərlidir, fruktozalıdır. Yəni burada hər zaman alternativ nəsə bir qida olmalıdır. Bu alternativ qidalar hər zaman zulaldır, ətlər, tvoruqlar, kəsmiklər, süd məhsulları və lifli qidalar. Lifli qidalar dedikdə nəyi nəzərdə tutursunuz? Kələm, kök, çuğundur, göyərtilər. Baxın, bir çox hallarda siz o deyirsiniz meyvələri məsələn nümunə çəkək. İnsanlarda belə də fikir formalaşır ki, onsuz da bu meyvələr bizim 15 il əvvəl, 10 il əvvəl, 20 əvvəl yediyimiz meyvənin dadını vermir. Demək ki, bu meyvəyə də nələrsə qatırlar. Bu meyvə də mənə zərərlidir və başlayırlar meyvədən də uzaq durmağa. Bu doğrudurmu? Bu da doğru deyil. Bilirsiniz necə? Əslində dad duyğusu deyə bir şey yoxdur. İnsanların nəyəsə, hansısa qidaya qarşı həssasiyyəti varsa, birincisi o deməkdir ki, bu qidanın tərkibində olan nəyəsə bir maneə var. İkincisi odur ki, bədəndə hansısa metabolizm pozulub, ona uyğun olaraqdan biz o qidaya maneəsi var. Biz heyvanlar təsəvvüründə, heyvanların axırda bir duz durub orada, heyvan otu yeyir, sonra gedir duzu yalayır. Daş duzlar. Siz herhalde düşünmürsünüz ki, heyvan deyir ki, biraz saman yedim, Allah gelin bir dənə də duzdan da yalayayım, belə qəşəng olsun. Yəni biz pomidoru duzlayıb yediyimiz kimi. Təbii ki deyil. Biz insanlar da yəni o şəkildəyik. Biz hansısa qidanı çox istəyiriksə, o deməkdir ki, bədəndə o qidanın içində olan hər hansı bir mineral, dəmir, vitamin, nə isə çatmır. Ona görə onu istəyirik. Son illərdə olan məsəl üçün barbekülü çipslər falan niyə görə çıxıbdı? Çünki insanların qanında, marketinqlər bilirlər ki, biz insanların bədənində, xüsusilə də gənc xanımlar hamı arıqlayır və s. və axır dəmir yetməzliyi olduğu zaman bizim barbekü kababinə, yəni pişmiş ətə qarşı bir maniyamız olacaq. Ona görə biz barbekülü çipslər çıxarır. Pendirli çipslər, pendirli soslar niyə görə çıxır? Çünki bilirlər ki, üzr istəyirəm, kalsium yetməzliyi, mineral yetməzliyi olan kimi bizim ağartı məhsullarına, eyni zamanda pendirlərə falan biraz maniyamız var. Və ona görə də pendir qoxulu və ya pendirli çipslər istehsallar ki, biz ona qarşı bir maniyamız var. Yeyirik, doymuruq. Çünki bədən bərpa olunmur. Bədəndə o yetməzlik, hamilələrdə bilirsizlər halda, məsələn, divarın əhəngini yeyirlər, o kalsium yetməzliyini bərpa eləmək üçün. Bu dediyiniz hamiləlik diabeti sayılır. Hamiləlik diabetində də aşırı anormal dərəcədə şirniyyat istəyi, ödemlər, bilavasitə karbohidrat dəstəyi tələb olunur ki, təbii ki, bunu insulin verməkdən başqa yolumuz yoxdur. Pubların da sayı şəhərimizdə, ölkəmizdə xeyli artıb və həmin o məkanları üst tutan şəxslər, təkcə yəni oradakı içki ilə kifayətlənmirlər. İçkinin yanında məzələr də olur. Və onların da bir çoxunda baxırsan, oturub sadə məntiqlə fikirləşəndə görürsən ki, böyük əksəriyyəti zərərlidir. Biz diabetli insanların şəkərin qalxmasında biz məsəl üçün publarda istifadə olunan içkiləri çox da arzu etmirik. Çünki onların şəkər faizi yüksəkdir. Əslində bir nəfərdən soruşmuşdum, bir o pivə zavodunda işləyən birisindən, yəni sıfır alkoqol olan pivələr var. Bəs görəsən sıfır şəkərli pivələr varmı? Bilmirəm, əslində bəlkə də var. Kəşk elə olmuş olsa, yəni o aludəçilər onu bir şəkildə istifadə eləsələr. Nə cavab verdi? Dedi, bilmirik, biz heç vaxt onu istifadə eləməmişik, görməmişik, yəni gəlməyibdir. Bəlkə də Avropada var. Sıfır alkoqol içkilərdə də şəkər var. Var, yetəri qədər yüksəkdir. Amma oradakı istifadə olunan ingrediyentlər, yəni bu yol verilən deyil. Yəni onlar hamısı qızardılmışdır, hamısı yüksək kalori dəyərləri var. Yəni onlar, yəni bəlkə də ildə bir neçə dəfə istifadə olunsa, yenə də nəsə bir şəkildə uyğun oluna bilər. Amma davamlı olaraq hər həftə və ya ayda bir neçə dəfə bu yol verilən deyil. Sağlamlıq, yəni
indiki dövrdə bilirsiniz ölkəmiz yəni dünya üzrə infarktdan ölüm faizinə görə ikinci yerdə tutur. Kişilər isə birinciliyi Azərbaycan kişisi əlində saxlayıbdır. Yəni bu doğrudur, bu yol verilən deyil. Ağız dadıyla öz istədiyi qidalanma keyfiyyəti ilə yaşamağı çox da yaxşı bir şey deyil. Biz baxın bu diabetdən danışanda qidalanmanı önə çəkirik. Bəs yuxu rejiminin pozulması və stres nə dərəcədə təsir göstərir? Əslində şəkərli qidalar da qanda şəkərin miqdarını qaldırır. Amma stres ondan daha çox qaldırır. Gərginlik ondan daha çox qaldırır. Və şəkərin davamlı yüksəkliyi. Biz hətta onu bəzən qan dəyərlərində görürük ki, yəni adekvat bir qan dəyərləri var və pasiyentin şəkərləri yüksəkdir. Yəni psixosomatik pozğunluğu olan xəstədə şəkər kontrolunu etmək çox çətindir. Yəni orada biz psixiatrın dəstəyini almağımız lazımdır. Hətta indi yoxdur ölkəmizdə Coviddən sonra hamısı bağlandı. Şəkər məktəbləri olurdu, diabet məktəbləri. Yəni dünyada inkişaf etmiş ölkələrdə var. Yəni insanlar orada diabet məktəbinə gedib, xüsusilə yeni tutulan diabetlilər oradakı olan diyetoloqların, endokrinoloqların və psixoloqların dəstəyini alırdılar. Çünki diabet ayrı bir həyat tərzidir də. Məsələn, təsəvvür edirsiniz ki, yəni mənim və ya bir uşağın və ya bir gəncin və ya bir hamilənin diabetli olduqdan sonra cəmiyyətə inteqrasiyası çox çətindir. Yəni ölkədə 10 minlərlə uşaq var, gənc var, məktəbdə oxuyan, insulin vuran diabetlilər var. Amma onun Azərbaycanda diabetli olduğunu demək utandırıcıdır. Onlar demirlər, onlar insulinlərin gizli vururlar. Məktəblərdə şəkər ölçmə imkanları yoxdur, şəkər ölçmə alətləri yoxdur və ya şəkər qalxsa onlara yardım edəcək, çox da insulin vuracaq və ya nə isə eləyə biləcək personal yoxdur. Yəni bu Azərbaycan diabetlilər üçün yaşanacaq bir ölkə deyil məsələn. Çətindir. Restoranlarda diabetik menü yoxdur. Bir çox hallarda qara çörək istəsən yoxdur. Cəmiyyətdə, yəni diabetli olmaq bir pasiyentim vardı. Evlilik zamanı xanım bəyə deməmişdi diabetli olduğunu. Yəni hamiləlikdə uğursuz baş vermişdi. Yəni o xanım, ailə o olmadı. Yəni onlar o xanımı boşadılar. Çünki biz diabetli qız istəmirik deyə. Yəni biz bəlkə də bir 400 il cəmiyyətimiz 400 ildən qalma adət-ənənələrini hələ də sürdürür. Biz insulin məsələsinə toxunduq. İstərdim bir nüansa da qeyd eləyək. Hələ də insulin donuzdan mı alınır? İnsulin əslində uzun müddət donuz insulini alınıbdır. Ondan sonra insan insulini alınıbdır. Müasir dövrdə əslində heyvan və ya insan insulinləri istifadə olunmur cəmiyyətdə. Və ümumiyyətlə axtarsan belə tapmaq mümkün deyil, amma insanların hələ də buna güvənsizliyi var, fobiyası var insulindən. Düzdür, xüsusilə də inanclı insanlar həddən artıq çox haram olan bu insulini orqanizmə istifadədən çalışırlar ki, etməsinlər. Amma yəni əslində donuz insulini, donuzdan alınan bir çox digər dərman preparatları var ki, çox rahat şəkildə istifadə olunur. Yəni amma sırf donuzdan alınan bir insulin istəsək belə bu dəqiqə tapa bilmərik. Yəni ona görə pasiyentlər istədikləri zaman insulinlərini vurmaları lazımdır. Biz onları şiddətlə tövsiyə edirik, əgər insulin lazımdırsa təyin etmək. Son illərdə əslində, son bir neçə ildə həm Çində, həm Amerikada insanlar kök hüceyrədən insulin alınma metodlarını əslində istifadə edirlər. Yəqin ki, bir neçə ilə bu barədə bir böyük açıqlamalar, böyük yayımlar olacaqdır. Amma geniş yayılmayıb hələ ki. Hələ ki geniş yayılmayıbdır. Araşdırmalar necə ki Frederick Banting və Charles Best 1922-ci ildə insulini kəşf edəndə Nobel almışdılar. Hər halda kök hüceyrədən insulin ifrazını həyata keçirən əcdad hüceyrələr alınanda da yəqin ki kimsə bunu kəşf etdiyi zaman 100 milyonlarla insanların həyatı fərqli olacaq və bir neçə dənə bəlkə Nobel verilə bilər. Yəni ki, cəmiyyət bu problemdən qurtarmış olacaq. Demək ki, diabetin kökü kəsilə bilər. Kəsilə bilər təbii ki. Çünki kök hüceyrələrdə çox böyük tədbirlər var hal-hazırda. Bir çox hallarda artıq şəkildən əziyyət çəkən insanlar bildirirlər ki, mən çox yemirəm, havadan, sudan kökəlirəm. Bir çox metabolik pozğunluqlar var. Məsəl üçün, biz diabetli olan xəstədə diabet insulin rezistentliyidir. Bədəndəki olan tip 2-dən gedir də, bədəndəki olan hüceyrələrin insulin hormonuna qarşı həssaslığının azalması deməkdir.
Bu xəstələrin bir çoxunda tək diabetdən əlavə zob hormonu yetməzliyi var. Bunların hər 10 diabetli xəstənin içində, obez xəstənin içində, artıq çəki xəstənin içində Cushinglər gizlənib. Bunların altında yatan bir çox xəstəlik var və bundan əlavə gizli şəkərlər gizlənib. Yalnız mən diabet, məsəl üçün, keçən həftə bir xəstəmiz var idi. İllərlə arıqlamağa çalışıb, amma arıqlaya bilməyib. Amma hipofizində kortizol ifraz edən, yəni ilətdirən aktaj sekresiya, adenom var idi. O xaric oldu və avtomatik olaraq özü arıqladı. Yəni, bütün bu məsələlər sadəcə bir problem axtarmaqla deyil, fərqli problem ola bilər. Yəni, adi qan azlığı olduğunda belə insanlar çəkilərini azalda bilmirlər. Yəni, burada zob dediyimiz qalxanvari və hormon yetməzliyi olduğu zaman insanlar arıqlaya bilmirlər. Bunlar hamısı bir-biri ilə tamamilə əlaqəlidir. Fiziki aktivliyi olmayan insanların diabet riski nə qədərdir? Əslində qalsa, normal həyat tərzi gündəlik bütün hər birimizdən tələb eləyir ki, ən azı 5-7 min addım ataq. Amma 5-7 min addım artıq lüksa girir. Yəni, hər kəs 5-7 min addım atmır. 1000 addım atan insan belə hal-hazırda dövrümüzdə, ölkəmizdə çox azdır. Yəni, 10 min addım isə bizim üçün lüksdur. Yenə də biz uşaq olanda gedək. Biz uşaq olanda avtobuslar çox gec gələrdi və çox rahat-rahat kilometrlərlə məsafələri gedərdik və avtobusa minərdik. İndi isə metrolarla qane olmuruq. Və yaxud da taksi sifariş verir, ilə durduğumuz yerə gəlir. Qabaq amma taksinin duracağına ən azı bir məsafə var, ora qədər gedirdik. Biz də ona gedəcəyik. Məsələn, inkişaf etmiş ölkələrdə taksini sifariş eləyəndə belə sən o location'ı, o konumunu olduğun yerə qoya bilmirsən. Hər bir küçənin müəyyən yerləri işarətlənib ki, insanlar yalnız ora, məcburiyyətdən ora qoya bilirlər o taksinin gəlmə nöqtəsini. Yəni, bunlar hamısını bir şəkildə Sovet dövründə doğru idi, insanları pambığa göndərirdilər və o ümumi ictimai işlərə göndərirdilər. Yəni, bu əslində bəlkə də doğru idi. Yəni, kəşki ölkəmizdə indiki dövrdə də insanları nəyəsə bir fiziki aktivliyə sövq elətsinlər. Amma Sovet dövrünə qayıtmamaq şərti ilə. Sovet dövrünə qayıtmamaq şərti ilə, təbii ki. Doktor, biz artıq demək olar ki, söhbətimizi yekunlaşdırırıq. Mən istərdim sonda bizi izləyən tamaşaçılara, xüsusən də diabetli yaxın ailəsi olan, ailə üzvü olan, eyni zamanda özü diabet riski ilə üz-üzə duran, diabetli olan insanlara və yaxud da ki, yaşamını, qidasını, stres, yuxu, bütün amilləri biz toxunduq. Bütün bu amilləri nəzərə alaraq bizi izləyən tamaşaçılara bir neçə tövsiyənizi verəsiniz. İlkin olaraq onu demək istəyirəm ki, hər kəs elə bilir ki, diabet onda olmayacaq, kimdəsə var. Yəni, hər kəs düşünsün ki, yəni, biləsiniz, dünya statistikası 10%-dir. Yəni, bəzi ölkələrdə 11-14%-dir. Yəni, hər 10 nəfərdən biri diabet olmağa namizədliyini veribdir. Ona görə hər kəs düşünməsin ki, məndə yoxdur. Diabet ola biləcək ehtimalı ilə yaşamaq lazımdır. Ki, mən bir dəfəyə, məsələn, 30 dənə gürcü xəncər yeməyim, unlu qidaları bu qədər yeməyim, xəmirləri bu qədər istifadə eləməyim, halvaları və s. bu qədər uyğun deyil, yol verilən deyil. Məhdudiyyətlər qoyub və yaşına uyğun, mövsümünə uyğun qidalansın. Və həyat yalnız qidalanmaqdan ibarət deyil. Yəni, gündəlik rasionumuza daha diqqətlə, yəni bütün proses, indiki dövrdə Azərbaycanda cəmiyyət nə olubdur? İnsanlar dayanmadan yemək bir tədbirləri var, oturaq. Yəni, insanlar bir-birindən yeriyərəkdən, gəzərəkdən görüşmürlər. Onlar ancaq oturub, dəstgahlar, yeməklər apar, gətir, gəlsin, getsin və bu da sağlamlıq deyil. Həyat yalnız yeməkdən ibarət deyil. İnsanlar bir-birinə danışdıqları zaman, görüşdükləri zaman illa da nə isə yemək məcburiyyətində deyirlər. Sadə bir stəkan çay belə kifayət edir. Yəni, cəmiyyətimiz yemək üzərində fokuslanmaması lazımdır. Tədbirlərimiz, yəni, əslində bizim cəmiyyət çox tədbirmaker bir cəmiyyətə formalaşıb. Son 30 ildə hər bir şeyin o qədər incə bir ritualı formalaşıb ki. Məclislər. Məclislər, bəli, bunu silmək lazımdır. Kim yazıbsa silsin, zəhmət olmasa. Yəni, biz onu istəmirik. Xəstəlikdir, yəni, bu qədər olmaz. Nə bilim, bu şəkildə gələcək, bunun yanında bu olacaq, ondan sonra bu olacaq, bu doğru deyil. Yəni, bu cür qidalanma ritualları cəmiyyəti xəstəliyə sürükləyir.
və ən sadə və ən uyğun bir sağlam olmaq, övladlarımız üçün sağlam cəmiyyət formalaşdırmaq, çox qidalı olan mühitlərdə iştirak etməmək və həyat yalnız yeməkdən ibarət deyil, sağlamlığımıza baxmaq, istirahət etmək və yürüyüş eləmək hər şeyin əsasıdır. Bir də ki, əgər diabetli isə, mənim valideynlərimdə diabet olubdur. Mən Fərhad Burzu olaraq diabet olma ehtimalım həddən artıq çoxdur. Aclıq krizlərim var. Ac olanda əlim ayağım soyuq tər basır. Ləkələrim var, akantozislərim var, skin taglarım var, ətxallarım, papilloma deyirlər var. Demək ki, mən də diabetə doğru gedirəm. Bunu durdurmalıyam. Durdurmağım üçün qidalanmamı azaltmalıyam, şirniyyatı azaltmalıyam, yürüyüşü artırmalıyam, istirahətimi, yuxumu normallaşdırmalıyam ki, şəkər mübadiləsi pozulmasın. Diabetli indi olmayım, 60'larda olum. İndi olub həyatıma daha erkən vida deməyim. Çünki etməm gərəkən bu həyatda mənim həyatım çox vacibdir. Mən daha erkən ölüb əzizlərimi tərk etməyə hüququm və haqqım yoxdur. Mən bu həyatda yaşamalı və insanlara yardımım toxunmalıdır. Doktor, təşəkkür edirəm, minnətdarıq sizə. Mən təşəkkür edirəm İrfan bəy. İnşallah ümid edirəm ki, insanlar üçün də yararlı olubdur. Nəsə sualları olduğu zaman istər bizə, istər sizə və ya eyni zamanda bir şəkildə bizə ünvanlaya bilərlər. Biz hər kəsə cavablamağa hazırıq. Əziz dostlar, hardan başlamağının bugünkü qonağı endokrinoloq Fərhad Burzu idi. Yenidən görüşəcəyik. Hələlik.